Realın sözü var. Bizden çok video çeken yoktu. Gece gündüz işleri gelen Bizden de ucuz veren yoktu. Bu cemaat niye hoşluyorsunuz ki size? Bak mal var, çok karabka mallar var, öyle bahalı. Bak ben tanışım var ki 75 manattan onu uçurdu. And içir ha ki ben senden de çok satıram. Ben onu 30 manata düşürden kime qiymətin? Allah koyun satışı dayandı. Ama o baha satan qəşəngçini satır. Bilmirəm, yəqin onda bizdən zəhləbiz. Ev zəhləbiz yetsin. Ama yerimiz üçün yok, zəhləbiz yetsin, problem Baha yoxdur. qiymət İnsan alalım. hamı sevməlidir ki. Oradan al. Ama maraqlanın qardaş, bizi görməyə gözün yoxdur. Denən ki, keçuanı sən görməyək. Gəlin ama ucuz qiymətə alın da, eyni mallarda özümüzdən Amerika kəşf eləmir Bizdən də ki. uyğun olsun, bizdən. Yox, özümüzdən Amerika kəşf başqa mal verməm. Ölkə üzrə eyni mallar. Sadəcə məndə dükkan böyükdür. Bütün çeşitləri vurmuşam bura, amma qiymət fərqi var da. Bacarmadığım adamla ən azı bir 5 manat, 7 manat fərq var. Ucuzdur bizdə. Çatan köynələr cəmaət 60-70 manata, məndə 20 manata, 15 manata burada yalvarırıq, qışqırırıq, bağırırıq satanlar. Hala imkanı olmayanlara da hala bir Amma alanlar çox da, ha deyən onu da deyim ki, gəlirlər, insanlar gəlir, həm rüyalar bizə sevgi, məhəbbətini göstərir, həm də alış-veriş edir, həm də baxın qiymətlərə belə bir can sağlığı da duyur. tam imkanı olmayanlara hala pazar kalacak. Hə, Allah haqqı. O düz deyir. Bax mən o imkanlılardan hədiyyə zat görməmişəm, amma o qədər kasıb qardaşlar, ailələr, biblər var ki, gələndə əli dolu gəlirlər, bizə pay püşətlər. Bax 18 manatda cins şalvarlardır, nə bilim, koftalar 8-9 manatdan başlayır. Yəni ölkə üzrə eyni mallardır, sadəcə bizdə qiymət fərqi var. Bizdə ucuz verir. Bizdən almasanız belə, elə zəng eləyin, bizdən maraqlanın ki, bu mal sizdə var yoxsa yox? Biz Hani qiymət soruştum da canım, bizdə ucuz. Yani mallar hamısı ucuz. Bəli.